Ötən ilin sentyabr ayında sürünü qışlağa indirən 49 yaşlı fermer Elçin Hüseynov indi yaylağa qayıdır. Arana 500 baş qoyunla gələn fermer qışda heyvanların sayını 800-ə çatdırıb. Əslən Kəlbəcərdən olan və Yevlax rayonu ərazisində məskunlaşan fermer deyir ki, bir neçə gün əvvəldən yol tədarükü görülüb. Səhər alaqaranlıqda isə pal-paltar, ərzaq hazırlanaraq atların belinə yığılıb. Köç Daşkəsəndə yerləşən yaylağa aparılır. Əllərində çomaq at belində sürüyə nəzarət edən çobanlar yol boyu çətinliklərlə üzləşdiklərini deyirlər. Onlar bildirirlər ki, canavarlar köç zamanı malqaraya cumur. Heyvanları sağ-salamat yaylağa çatdırmaq üçün isə yanındakı boz köpəklər yol boyu çobanların yoldaşı olur. Biz burada 5 nəfərik, məsələn 6 nəfərik. 2-1-2-1 ismində posta dayanan kimi dayanırıq da. Saldat postu nətər gözləyir, biz də bunu elə gözləyirik. Elçin Hüseynov bu işi həvəslə yerinə yetirsə də, son zamanlar yaylağa getmək istəyənlərin sayının o qədər də çox olmadığını deyir. Yolda xərci çox çıxır, belə gedişdə. Kamaza, məsələn bir maşın heyvan göndərmişik, tutalım bir 150 manat o maşına verirsən, köçə aparırsan, bir 300 manat, 400 manat, hər başı çox çıxır, raskot çox çıxır. Həmin yolda heyvandır, sudan zəhərlənib ölə bilir, həmin nəsə bir təhlükə canavardan olur. Ona görə çox adam da əkənək eləyib getmir yaylağa. Yevlaxdan yola düşən köç bir həftədən sonra mənzil başında olacaq. Elnar İbrahimova, Elşən Əhmədov, Yevlax.